Salam, bugün fərqli üsulla qazan kotleti hazırlayıram. Bəzən kotleti hazırlayarkən çörək və kartof əlavə edilir. Mən isə bunları bulgur və köklə əvəz edirəm. Bu üsulu bir dəfə yoxlayın. Kotlet yağda qızararkən badımcanı halqa-halqa doğrayıb onu da qızardırıq. Pomidor və rəngli bibərləri halqa-halqa doğrayırıq. Reyhanı da xırda-xırda doğrayırıq. Ən sonda tərəvəzləri göstərdiyim formada qat-qat yığıb, üzərinə yarım stəkan ilıq su əlavə edib, sobada suyu çəkilənə qədər bişiririk. Dadına doyulmazdır, mütləq yoxlayın.